Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, ana, nə gözəl bir kəlmədir. Bu sözü deyərkən insanın qəlbinə bir isti duyğu, bir huzur, bir sevgi dolur. Onlar həyatda ikən qədrini bilən, həqiqətən xoşbəxt insandır. Anasını itirəni isə ömrü boyu qəlbində daşıyacağı bir həsrətin sahibidir. Çünki ana başqadır. Ana, yer üzündə tayı bərabəri olmayan bir mərhəmət qaynağıdır. Bəli, bəzən səni danlaya bilər, səsini qaldıra bilər. Amma bil ki, övladına olan sevgisi əsla tükənməz. Ən yaxın bildiyin qapılar üzünə qapansa belə, ana qapısı əsla bağlanmaz. Ana, mərhəmətin ürəyidir. Öz acısını gizləyər, dərdini içinə atar, dünyanı sənə həmişə gözəl göstərər. İnsandan yırtıcı heyvanlara qədər hər bir canlıda analıq hissi eyni şəfqəti, eyni qoruma hissini daşıyır. Bir aslan balasını iti dişlərinin arasında incitmədən daşıyırsa, bir timsah balasını qorxunc ağzında gizləyirsə, bu analığın necə möhtəşəm bir duyğu olduğunun dəlilidir. Unutma ki, həyatda çox sevdiklərin ola bilər. Səni sevən həyat yoldaşın, yolunu gözləyən övladların, dərdini bölüşdüyün dostların, amma heç biri sənə anan kimi baxmaz. Heç biri ana